25 may 2 və 3-cü qruplarda işlənən səhv suallarla bağlı İctimai televiziyada Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə müzakirə edildi və ən son tam belə qərara gələ bilmədik ki, nə qərar, yəni ki, səhvlərin tam boyunlarına alınırlar. Həftənin 4-cü günü qeyd edildi ki, biz sizlə görüş keçirəcəyik. Həminki görüşə gedib, yenə də səhv suallarla bağlı, xüsusən demək ki, mədəniyyətlə bağlı sualda, yəni düzgün götürməmək kimi bir variantları yoxdur. Digər suallarla bağlı isə hələlik bir açıqlama etmirlər. Bizi izləməyə davam edin. Hər hansı bir məlumat olsa sizlərlə paylaşmağa davam edəcəyik. Ümid edirəm ki, haqq yerini tapar və şəffaflıq ortaya çıxar. Yəni istifadə edilməməsi olan sual salındığı üçün hər kəsə müsbət bal götürürlər. Nə baş verəcəyini yaşayıb görəcəyik. Sona qədər davam edirik. Dəyərlisiz. Və paylaşaraq dəstəkdə olmağı unutmayın.